Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanın xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev vəfat edib. Xəbər verilir ki, o 94 yaşında İsraildə dünyasını dəyişib. Aktyorun ölüm səbəbi hələlik məlum deyil. Xatırladaq ki, Tofiq Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə xalq artisti fəxri adına və şöhrət ordeninə layiq görülüb. Qeyd edək ki, Tofiq Mirzəyev uşaqlığın son gecəsi, Nəsimi, İstintaq, Təxminə, O qızı tapın və digər ekran əsərlərində yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının yaddaşında silinməz izlər qoyub. Allah rəhmət eləsin, yaxınların nəzərlərindən səbir dilərik. Evim elə muzeydir. Hərdən qardırobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları qardırobu boşaltmalı oluram. Evim aksesuarlarla da doludur. Xəbər verilir ki, bu sözləri əməkdar artist Elsa Seyidcahan qonaq canlı proqramında deyib. Müğənni evindəki geyim və əşyaların çoxluğundan danışıb. Müğənni əlavə edib ki, evindəki əşyaların çoxluğu səbəbindən notlarını, kitablarını və hətta mahnılarını da rahat tapa bilmir. Evim çox doludur. Geyimlərimi, notlarımı, kitablarımı görə bilmirəm. Mahnılarıma da evdə yeri yoxdur. Özümə hərdən sual verirəm ki, bu zənginlikdir yoxsa israfçılıq? Deyirlər paltarları kiməsə ver. Amma birini bugün geyinmirsənsə, gələcəkdə hansısa konsertdə istifadə edəcəyəm. Elsa Seyidcahan illər əvvəlki fərqli geyim tərzinin sonradan başqaları tərəfindən təkrarlanmasından məmnun olduğunu da vurğulayıb. Məni təkrarlayanları görəndə sevinirəm. Bir vaxtlar məni qəbul etmirdilər. Sonra gördülər ki, Avropada müğənnilər də mənim dərzimi təkrarlayır. 20-30 il əvvəlki müğənnilərə baxın, səhnəyə lüt çıxırdılar. İndi hamısı ekstravagant olublar. İndi bir də Elzaya baxın. Mən edəndə həvəsdən salmağa çalışırdılar ki, illər keçdi, indi isə eyni üslubu təkrarlayırlar. Allah məni o qədər təriflə yaradıb ki, bəndələr nə qədər tərifləsə də, onun yanında cılız qalacaq.